Təkcə 2025-ci ildə Bakı və Sumqayıt şəhərində, həmçinin Abşeron rayonunda yerləşən yaşayış komplekslərində satma öhdəliyi ilə kirayə mexanizm vasitəsilə 2813 müqavilə rəsmiləşdirilib. 2026-cı ildə də vətəndaşlar yenidən güzəştli mənzil üçün müraciət edə biləcəklər. Kirayə mənzil mexanizmi sayəsində bu günədək 9291 ailənin mənzil şəraiti yaxşılaşdırılıb. Mənzil sahibi olan vətəndaşların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir. Müraciət edən vətəndaş Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Müraciət adına yaşı 60-dan yuxarı olmamalıdır, aktiv vaxtı keçmiş kredit öhdəliyi olmamalıdır və gəlirləri rəsmi olmalıdır. Kirayə müqaviləsi üzrə öhdəliyini tam icra etmiş vətəndaşlar təbii ki, öz mənzilini digər şəxslərə sata bilərlər. Hətta kirayə müqaviləsi dövründə də fondun razılığı ilə 12 aydan tez olmamaq şərti ilə kirayəçi öz hüquqlarını digər şəxslərə ötürə bilərlər. İndiyədək vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir. Qeyd edək ki, müqavilə bağlandıqdan sonra mənzil sahibi aylıq ödənişin ən azı 12 mislini ödəməlidir. Fondun təqdim etdiyi mənzillər 2013-cü ildən sonra tikilmiş, yeni tikilib binalardandır. Deməli, mənzillərimiz tam təmirlidir. Mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mənzillər bütün kommunal sistemlərlə təchiz olunub, kombi və sanitar avadanlıqlar da mənzildə tam quraşdırılıb. Vətəndaşlar satma öhdəliyi ilə kirayə mexanizmi ilə yanaşı ipoteka kreditindən də yararlana bilərlər. Belə ki, ipoteka və kredit zəmanət fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 18 mindən çox vətəndaşa 1,42 milyard manat məbləğində güzəştli ipoteka krediti verilib. Ötən il ərzində isə verilmiş güzəştli ipoteka kreditlərinin həcmi 1156 kredit üzrə 95,6 milyon manat təşkil edib. İpoteka kreditinə və güzəştli kateqoriyaya hansı şəxslərin daxil olduğu barədə vətəndaşlar fondun saytına daxil olaraq məlumat əldə edə bilərlər.